Respublikasının Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əskərən rayonu ərazisində şəhər statusu alır. Xocalı Dağlıq Qarabağda əhalisinin sayına görə Şuşadan sonra ikinci Azərbaycanlı şəhərlidir. Yerli və xarici alimlər, etnograflar tədqiqatlarında bildirirdilər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tətbiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan başa tarixi memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl 13-7-ci əsrlərə aid Xocalı mədəniyyət abidələrdir. Son Tunç və ilk Dəmir dövrünə aid metropolun 18-ci əsrdə tikilmiş Əskəran qalasını və onlarla başqalarını göstərmək olar. Mən Xocalı deyəndə uşaqlığın gözümün qabağına gedir. Mən ən yaxşı yaşadırkən hər yaşlılarımla Yürüsü çayını keçib Çıngıl təpiyə qalxardım və oradan Xocalıya baxardım. Və mənim yaxşı yadımdadırkən o Çıngıl təpiədə başlar vardı, Xınalı başlar deyildi. Və biz Yürüsü çayına ucumuza su alıb, getir o daşların üzərinə tökürdük. Əlimizə də kiçik bir daş alıb, o xınanı orada parmaqlarımıza qoyurduq. Xocalı tarixi abidələr olan bir yerdir. Xocalının ən qədim bir Xocalı Gədəbəy mədəniyyəti var. Xocalının kurqanları, kəndürqələri, Xocalının gündəzələri, gənclikləri Xocalıda keçdi. Mən orta məktəbi bitirdim, ali məktəbi bitirdim, Xocalıya qayıtdım. Ermənistanda anadan olmuşam. 68-ci ildə Xocalıya gəlmişəm. Gələndə xoş günlərim olub. Allah Taala mənə ömür bağışlayıb. Gözəl günlər keçirmişəm Xocalıda. Tan kəndində işləyirdim, fabrikində. Orada bizi ermənilər artıq başlamışdı dedikoduya ki, bunlar Türklərdir, Türkləri çıxardaq buradan, bizi fabrikdən çıxartdılar ki, çıxın gedin də siz burada işləmən qalsanız sizi öldürəcək. O vayinlərin yaxınlaşdı vayinlərə, vayin bizi Rus vayinlər idi, götdü gəldi Xocalıya. Gətdilər və Xocalıya və biz ondan sonra Xəncəmizdə gedib işləmədik. 7 min əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub şərqdə Ağdam, Şuşa, Əskəran Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin əsas maraqları da Xocalının bu cür strateji əhəmiyyətli mövqeyə malik olması ilə əlaqədar idi. 1988-ci ildən başlayaraq Azərbaycanlara qarşı yönədilmiş soyqırım siyasətinin növbəti hədəfi də Xocalı şəhərcanlı olan mülki helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Xocalı özü müdafiə batalyonu, eyni zamanda Bakıdan gələn 21 nəfər kəndlilərdən ibarət olan Allah rəhmət eləsin, Azərbaycan Milli Qəhrəmanı Aqil Quliyevin qoruduğu 21 nəfər və polis bölməsi müəyyən bir hissə ilə qorunurdu. Şəhərə hücum toplardan, tanklardan, alazan tipli zenit raketlərindən 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya 3 istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur oldu. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsildi və onlar gülləbarına tutuldular. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi.
səhərə yaxın ermənilər gəlib bizi onlar köşeyi aldı. 4 gün qala açdıqsız 2 yaşında uşaqlar. Onlar bizi tutanda cavan bizdən aralı dedik və bizi tutdular ermənilər öldürəcək sən qaşqıyla. O gedəndə demək ki, 4 gecədə aç, susuz, qarın içində yuxuya keçir. Bizdən ayrılandan sonra ermənilər onu tutur. Bizi də tutdular, onu da ayrı tuturlar. Mən də bildim ki, bu ölkə yoxdur. Gəldim ağlamı, baxdım, soruşdum ki, yoxdur da. Cavan gəldim. Yoldaşımı əsgərində saxlamışdılar, yoldaşımı bir də kürəkənli. Sağlıq düyü yürümüşlər. Düyən vaxtı mən bu itən, itkin düşən oğlum, o da KBZ-də görüb atası. 2 düyülər. Orada gecəsilə həmən oğlumu çıxardıb aparırlar ki, aparır qurban kəsək qəbir üstündə. Ondan sonra da taleydən bir xəbər olmadı. Mən 3 gün qaldım orada, bir 10 gün qaldım Ağrı'nın o xalq cəbhəsində. Gündə gedib gəldim, heç birindən bir xəbər ala bilmirdim. 20 gündən sonra xəbər gəldi ki, böyük qızım oradan göndərdilər ki, gedin. Bakıda qohumların varsa, onlardan pul alın, gətirin, sənin uşaqlarına verin. Uşaqlarla nasıl göndərmişdilər Bakıya. 22 gün idi xəbər gəldi ki, ailəmiz gəlirdi. Türmədə erməni vardı, onu aldıq verdi. O getdi uşaqları, bir də bir neçə dənə Azərbaycanlıları erməni ilə ala verdi bağlı. Allah rəhmət eləsin, o aldı, gətirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü. 1000 nəfər müxtəlif yaşlı dinç sakin aldığı gündə yarası olundu. Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirildi. Bununla bağlı bir çox internet saytları yaradıldı. Xüsusi vurğulamaq lazımdır ki, ölkə prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətindən çatdırılmasının vacibliyini səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında dəfələrlə vurğulayıb. Xocalı həqiqətlərini bütün dünyaya çatdırmaq üçün Xocalıya Ədalət beynəlxalq kampaniya start verildi. Dünyanın bir çox ölkələrində yürüşlə başlayan mitinglər keçirildi. Kampaniya çərçivəsində bu faciəni törətmiş cinayətkarların hüquqi məsuliyyəti cəlb edilməsi üzrə petisiya start verildi. İslam Konfransı Gənclər Forumundan verilən xəbərlərdə kollektiv müraciətdə Xocalıda baş verən kütləvi qırğının 53 ölkəni təmsil edən Parlament İttifaqı, 7 ölkə parlamenti və ABŞ-ın 16 ştatının qanunverici orqanı tərəfindən insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanınması qeyd olundu. Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, işğalçı Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edəcək. Faciədən illər keçsə də Azərbaycan xalqı inanır ki, silahlı qüvvələrin ali baş komandanı və güclü ordumuz sayəsində Xocalını və işğal altında olan bütün torpaqlarımızı geri alacaq. Həlak olan soydaşlarımızın qisası heç vaxt yerdə qalmayacaq. Ondan sonra əmr verdilər ki, iştirakçı edən zabitləri, əskərləri tam şəkildə vertolyotla aparsınlar Moskvaya. Ondan sonra Vaziyanyadan, oradan Lagadeke şəhəri var, Gürcistan'da, əşər eşitmişsiniz. Lagadeke'nin bir batalyonu, Aganyanın geri alacaq tərkibinin məqsəd olub ki, Ağdamdan yol açılsınlar ki, o adamlar çıxarsın. Ancaq məqsəd Moskva göstəriş vermiş ki, olan silahlar, xüsusi silahlar Lagadeke'den tərkibə versinlər 366-cı alanı. İkinci batalyon, siz bilirsiniz ki 104 vazuşlu desant, hava desant diviziyası Gəncədə olan 345-ci taburu kesmişti buradan köməkçi. Bu yolu bağlayan hemen o desantlar oldu. Ki bizim millət, biz Qarğançay'dan istifadə edilməsidir. Yanınızda saxlayın, soyğırımını törədən Rus olub. Rus'un gösterişiyle, Moskva'nın gösterişiyle bu əməliyyatları keçiriblər bir məqsədlə. Azərbaycan xalqının nüfuzunu tam şəkildə qırmaq, ondan sonra imtina eləsin Azərbaycan, Qarabağını blokada və o medyada.
Nikaranın Çok adı. sağ olun müəllim. Ben bak, bunlar kalkanda, hemen bu istikamette kalkanda iki yol var. Katokun etrafından kalkanda birinci biz kalkırıq Aranzamizin yanına. Aranzamiz. Aranzamizin orada puskı yarattılar. Millet Türk iştahatı geldi Aranzamiz Gürcemal'ın yanına. Kırdılar onu. Gürcemal'ın. Ben Qarabağlı işləmişəm, torpağını. Qarabağlıların torpağını işləmişəm. İnstitut. Müharibədən Önce aşırı çekilen. Gelmiştik, yoksa siz Gel.